bir xeyirli işin nəticəsi. Əyyaş və əxlaqsız bir qadın var idi ki, əyləncə və fəsad məclislərində iştirak edirdi. Bir gün səfəri zamanında səhrada bir quyuya rast gəlir. Nə qədər axtarsa da vedrə tapa bilmir. Axırda quyunun dibinə enib su içir və yuxarı çıxır. O anda görür ki, susamış bir it su axtarır. Onun halına rəhmi gəlir və ayaqqabısını vedrə, saçlarını isə kəsib ip edir, quyuya atır və çətinliklə quyunun dibindən su çıxararaq iti suvarır. Sonra deyir, ey Allahım, bir iti bir itə bağışla, çünki bir itə rəhm edir və onu suvarır. Allah da ona rəhm edir və onu bağışlayır. Sonra qadın çox ağlayır və tövbə edir. Bu xeyirli iş onun tövbəyə və Allaha tərəf qayıtmasına səbəb olur və o, səadət ilə dünyadan köçür. Ləalül əxbar.